Bu hökumətin nəyi çatmırdı ki, dünən Milli Məclisdə Gömrük Məcəlləsinə hələ bir 15 min söz əlavə edib, onu daha da sərtləşdirdi. Gömrük Məcəlləsinin 1/3 qədər əlavə edəcəkdirsə, elə sıfırdan təzəsini yazardınız da. Azad ticarət ruhunda, iqtisadi mənası olan bir şey. Və siz nə etdiniz? Səyyar yoxlama gətirdiniz, ölkədən çıxma məhdudiyyəti qoydunuz və sairə yeni zərbələr vurdunuz iqtisadiyyatımıza və iqtisadi fəal vətəndaşlarımıza. Elə götürək bu səyyar yoxlamanı. Bilmirik nə üçündür. Hər şirkətə müfəttiş göndərəcəksiniz ki, ya biraz da rüşvət ver, ya da malı necə gətirib sərhəddən keçirdiyini Nuh əyyamından başlayaraq bir daha mənə izah elə, mən də oturum, ağıllı qulaq asım, sən buna vaxt, pul və əmək sərf elə. Biznesi bəs necə məhv edirlər? Nəzarətə, nəzarətlə. Ondan sonra ölkədən çıxma məhdudiyyəti qoyursunuz deməli, gömrük borcu olan vətəndaşa bu yeni qanunla. Yəni gömrük insana doğru yalan borc yazdısa və salam, o adam xaricə gedib gələ bilməz. Aranızda soruşan olmadı ki, iqtisadiyyatda nə qədər adam və nə həcmdə ümumilikdə gömrük borcu yığıb vətənindən qaçmaq istəyər. Və niyə vətənindən qaçmaq istəyər? Yəni, yaxşıdan indi mümkün olan bir şeydir, amma tərəziyə qoyanda cüzi olan gömrük borclarını iqtisadiyyat özü aşmağı bacarar. Əgər hökumət hər fürsətdə iş adamlarının üzünə sərhəd kapatmaq üçün yeni bəhanə axtarmasa. İqtisadi təfəkkür ayrıdır. Hökumətin dırnaqarası hüquqi adlandırdığı, əslində isə xırdakı qanunbaz təfəkkürü ayrıdır. Sərhəd bağlamaqdan asan nə var ki, hər addım başı ona əl atırsınız.